Salam qızlar. Bugün bu make-up'ı sadəcə bir paletlə etməyə çalışacağıq. Bu da Physician Formula'dan Dream Team paletidir. Gördüyünüz kimi artıq mən concealer'ımı istifadə etmişəm və başlayırıq. Və paletdə 2 ədəd bronzer, 2 ədəd ənlik, 1 ədəd highlighter və pudra var. İlk olaraq başlayırıq. Əlbəttə ki, pudradan. Pudra çox xoşuma gəldi. Yəni hər hansı bir yapışqanlıq hissi qalmadı. Mənim bu paletdə ən çox sevdiyim bronzer əlbəttə ki, Muru Muru Butter bronzerdir. Burada narıncı kimi, narıncı alt tonu kimi görsənir, amma əslində elə deyil və çalışdım ki, sizə hər iki rəngi göstərim. Sözün açığı mənim hər iki rəngdən də xoşum gəlir, amma sizə onu deyə bilərəm ki, normalda təkli halda satılan Muru Muru Butter bronzerlardan o yaşıl qabda olan şəklini yerləşdirəcəm. Pigmentasiya fərqi ola bilər, çünki bunu məsələn pigmentasiyasını getdikcə artıra bilirsiniz, amma Muru Muruda, yəni təkli halda satılanlarda biraz pigmentasiya çoxdur və bəzən palçıq kimi ola bilir. Və 2 ədəd də ənliyindən istifadə elədim. İkinci istifadə elədiyim biraz çox pigmentasiyalıdır, amma çox gözəl rəngi var. Məncə hər dəri tonuna uyğunlaşacaq bir rəngdir. Sözün açığı bu paleti tez-tez istifadə edirəm. Baxmayaraq ki, çox üst paletim var. Sonra gördüyünüz kimi belə bir fırça ilə highlighterımı tətbiq eləməyə çalışıram. Highlighterda şampan tonlarındadır və mən düşünürəm ki, Benefit'in Cookie highlighterına çox bənzəyir. Çünki çox yumuşaqdır, çox belə ipäksidir. Normalda highlighterlar, əgər Revolution'un Raise the Bar highlighterını istifadə eləməsinizsə, bilirsiniz ki, belə daş kimidir, amma çox qəşəngdir əlbəttə ki, onu da bəyənirəm. Amma bu çox yumuşaqdır. Mən çalışıram həm alnıma, həm burnumun üstünə, həm çənəmə, yanaqlarıma tətbiq edeyim və əlbəttə ki, qaşlarımın altına. Nəyəsə görə çox xoşlayıram. Belə, məncə çox gözəl bir make-up oldu. Sizə də almağı tövsiyə edirəm. Əgər xoşunuz gəldisə, aşağıda qeyd edəcəyim səhifədə yaxın zamanlarda 3 ədəd bu paletdən olacaq. Almağa tələsin. Sağ olun.